İnsan əzizini itirəndə ağlayar. Amma orada biz dərindən düşünsək, baxsaq, dünya miqyasında Kərbəla hadisəsindən da miqyas baxımından böyük çapda olan savaşlar olub. Amma bu günləri tarixdə onlar yaşamayıb, qalmayıb. Amma kiçik bir səhnə olmasına baxmayaraq, 72 nəfər şəhid, 124 mində, 128 mində yazıblar, yəni 120 minin üstü üz-üzə gələn, amma Hicri qəməri təqvimi ilə 1445-i yaşayırıq, bu hicrətin 60-cı ilində baş verib, yəni 1385 ildir bu hadisə anılır, yad edilir və nəsildən nəsilə ötürülürsə, burada təkcə elə məlum olan budur ki, əgər ağlamaqla olsaydı, ağlayardı, bitilərdi, tamamlanardı, bitərdi. Amma biz buradan əldə edəcəyimiz haqla batilin qarşı-qarşıya durması, əgər zülm edən tərəf, zalim tərəf nə qədər çox olmasına baxmayaraq, sən az da olsun haqq olaraq müdafiə cərgəsində, cəbhəsində dayanmaq və orada əhdə vəfa, qardaşlığa vəfa və bir də Allaha gedən yolda yalnız və yalnız ixlasla hədəfə doğru. Biz baxmış olsaq, İmam Hüseyin əleyhissalam Kəbədən Kərbəlaya gəlib. Yəni, Kərbəlanın yaşanması üçün İmam Hüseyin əleyhissalam Kəbədə ikən səfiri qasid ki, göndərmişdi əmsi oğlu Müslim ibn Əqil. Əqil İmam Hüseynin əmsi idi, öz əmsi oğlunu. Onun şəhadət xəbərini alanda Məkkədən çıxır. Əgər çox insanları ölmə, vermə fikri olsaydı, elə Məkkədə qalardı. Və İbn Ziyadın o məlunlar gəlib Məkkəyə çatana qədər oradakı insanlar arasında təbliğat aparardı. Amma İmam Hüseyin əleyhissalam bu cür eləmədi. Hətta bunlar müqəddimədir ki, o deyəcəyim ayənin ətrafında danışam. İmam Hüseyin əleyhissalam o Tasua gecəsi hamımız bunları əzbər bilirik, eşitmişik. O ki, şamları söndürür, deyir, bunların işi mənimlədir, siz uzaqlaşın. Hətta o qədər uzaqlaşın ki, sabahları mən köməksiz və çarəsiz qalanda hüccəti tamam eləmək üçün Həlimin nasirin yansuruni, aranızda mənə kömək edən varmı? Bu sözü, şuarı eşitmə. Əgər eşidib qayıtmasın, köməyə gəlməsin, kafir təki, dövrün zamanın imamını sən müdafiə etməmisən deyə dünyadan küfr alında gedərsən. Amma mən bu haqqı sizin boynunuzdan götürürəm, imamət haqqını. O qədər uzaqlaşın ki, mənim bu çağırışımı, bu sədamı eşitməyəsiz. Əgər İmam əleyhissalam insanları kütləvi qırğına vermiş olsaydı, mən sizdən soruşuram bir sağlam ağılla məsələyə. Burada din məsələsi, məzhəb məsələsi deyil, insan olaraq, insan faktoru olaraq bir sağlam düşüncə ilə məsələyə yanaşmış etsək, biz baxarıq ki, İmam Hüseyin əleyhissalam dinin qalması, yaşanması üçün insanlardan sui-istifadə eləməyib, insanları ora cəlb eləməyib. Əslində, insanları kənarlaşdırıb və haqq və batilin qarşısında az da olsa biz Kərbəladan, Aşuradan əldə etdiyimiz o mesajlardan biri budur ki, qanların qılınclara, qanın qılınca qələbə çaldığıdır. Yəni ki, sözün həqiqi mənasında qanı tökülən İmam Hüseyin əleyhissalam və yarı ənsarı olub, amma qanın tökülməsinə rəğmən o tökülən qan, o gücü, o minlər, yüz minlər insanı üstələmiş. Məhz Quran-ı Kərimin Tövbə surəsinin 111-ci ayəsində Uca Rəbbimiz buyurur: İnnallâhe iştərâ minəl mu'mininə ənfusəhum və əvvələhum. Uca Rəbbimiz insanlardan, ona iman gətirənlərdən, müminlərdən canlarını
və mallarını almış. Nəyin qarşılığında? Bi-ənə ləhumul cənnə. Əgər biri Allahın dini uğrunda ya canından, ya malından keçərsə, bu əməlinin, hərəkətinin qarşılığı olaraq Allah ona cənnəti verər. Kimlərə? Hansı dəstələrə? Onlar ki, yuqatilunə fi səbilillah və yəqtulunə və yuqtəlunə. Onlar ki, Allah yolunda vuruşurlar, savaşırlar, cihad edirlər, ya öldürürlər, ya ölürlər, ya qətlə yetirirlər, ya bunları qətlə yetirirlər. Allah bunun qarşılığında, bu əməlin qarşılığında vəd vermiş. Bu vədini fit-Tevrati vəl-İncili vəl-Qur'ani. Səmavi bu kitablarda, həm Tövratda, həm İncildə, həm də Qur'anda. Bir dünyəvi misal vuraq və ayənin tətbiqinə keçək. Aramızda ticarətlə məşğul olanlar, satış müdürləri, işçiləri olan əzizlərimiz var, aramızda əyləşiblər. Ticarətdə bir satan tərəf var, bir alan, bir də ortada məta deyirlər, o satılacaq hər nə. Və onun qarşılığında da bir faktura, qəbz verirlər, qəbalə. Deməli, burada əslində alıcı Allahdır. İnsanların canını, malını alan Allahdır. Müştəri qismində Allah, ayədən əldə etdiklərimiz. Burada satansa mömindir, imandır, yəni ya canını satır, ya da malını satır. Və burada olan məta, satılan insanın canı və malıdır. Bunun da qiyməti, axı hər satdığımız nəyinsə bir qiyməti olur. Qiymətsə bi-ənə ləhumul cənnə. Allah buyurur ki, əgər kim bu bazarlığı eləyə bilsə, yəni canını və malını Allah yolunda verə bilsə, sata bilsə, mən alacam və bunun da qarşılığı cənnətdir. Bunun təsdiqi, qəbzi, fakturası nədir? Fit-Tevrati vəl-İncili vəl-Qur'ani. Həm Qur'anda, həm İncildə, həm də Tövratda uca Rəbbimiz bunu vəd vermiş. Deməli, buradan məlum olan budur ki, insan eləyə bilər Allahın ona verdiyi bu canı, ona ruzi olaraq bəxş etdiyi malı cənnət qarşılığında satsın. Hər iki dəstə deyirlər, qiyamətdə peşmançılıq hissi keçirəcək. Həm yaxşı əməl edənlər, həm pis əməl edənlər. Pis əməl edənlər məlumdur ki, peşmançılıq hissi keçirəcək. Yaxşı əməl də daha çox yaxşı əldə eləyə bilərdi, daha çox savablı əməllərlə məşğul ola bilərdi deyə az məşğul olub ondan peşmançılıq hissi keçirəcək. Eyniliklə Zülqərneyn ki, gəlir bir yerə zülmət qaranlıqdan da gün çıxan yerə qədər dünyanın fatihlərindən 5 fəth edənlərdən biridir. Deyir, qaranlıq zülmət yerdən keçəndə parıltılı nəsə görürlər. Əskərlərdən bəzisi götürür, bəzisi götürmür. İşıqlığa çıxanda onun daş, qaş, ləl, cəvahirat, əntiq bir əşya olduğuna görə götürməyənlər də peşmandır, götürənlər də. Götürməyən niyə götürməyib deyə peşmandır. Götürənlər də daha çox götürə bilərdi, niyə az götürüb deyə peşmandır. Yəni, dünya yaşadığımız sürə ömür də bu cürdür. Bəzi insanlar qısa ömürdə elə bir məqama, əbədi behişti əldə edir, amma bəziləri də bu qısa ömürdə əbədi hum fiha xalidun deyərək Ayət-əl Kürsünün sonuncu ayəsində, Əl-Bəqərə surəsində onlar əbədi olaraq qalacaqlar cəhənnəmdə. Yəni, qısa bir ömürdə bəziləri əbədi behişti qazanır, bəziləri isə əbədi cəhənnəmi.